sizləri Dikəqafqaz rəqs məktəbindən salamlayıram və bizlərlə əlaqə yaratmaq üçün aşağıdakı telefon nömrələrindən istifadə edə bilərsiniz və bizləri Facebook səhifəsi üzərindən izləməyi unutmayın. Dərsimizə keçək. Gəlin birinci ayaq hərəkətlərindən başlayaq. Sağ ayağımızla başlayırıq. İlk 1, 2, məncə 3, 4 və sol ayağımızla 5, 6, 7, 8 və sağ ayağımızla yenə sayırıq. Diqqətli oluruq. 1, 2, davam, 3, geri qaytarırıq, 4, 5, 6, 7, 8 və davam olaraq sol tərəfə doğru hərəkət edirik və sol ayaqla başlayırıq. Davam olaraq 1, 2, məncə 3, 4 və sağ ayaqla davam edirik. 1, yana doğru, 2, 3, 4 və öndə qalan ayağımız sol ayaqla hərəkəti davam etdiririk. Sol tərəfə doğru 1, 2, 3, 4, 5, 6, 7, 8. İndi isə əl və ayaqları birlikdə işlədirik. Əl belə, sağ ayaqla başlayırıq və çiyinlərə işlətməklə ilk sol çiyin qalxır. 1, 2, 3, 4. Əl gəlir önə, üst. 1, 2, 3, 4 və sağ ayaq üzərinə sıçrayırıq və əl açılmalıdır bu şəkildə. 1, 2, əl dəyişmir. 3, əl yumruq. 4, 5, 6, əl açıldı. 7, 8. Davam olaraq yenə sol ayaqla başlayırıq və sağ çiyin. 1, 2, 3, 4. Sağ ayaqla 1, 2, 3, 4 və əl açılır bu şəkildə. 1, 2, 3, 4, 5, 6, 7, 8 və bu hərəkəti bacardığımız qədər ilk öncə ayaqları çox mükəmməl şəkildə işləyirik və ondan sonra çalışırıq əllərlə bir yerdə etməyə və bu hərəkətləri biz təkrarlayırıq, məşq etməliyik və yenə məşq etməliyik. Və unutmamalıyıq ki, 1% bacarıqdırsa 99% təndir. Yorulmayasınız. Və mənə göstərdiyi bir çox köməkliyə görə buradan Ramil Həsənova dərin minnətdarlığımı bildirirəm. Sağ olun. Gələn video dərs gələk.